mayın 17-sinə təsadüf edən turun açılış maçında Qarabağ Turan Tovuzu qəbul edəcək. Bu tərəflərin mövsümdə 4-cü dueli olacaq. Digər 3 görüşdən ikisində Gölən atlar qalib gəlibsə, bir qarşılaşmada tərəflər sülhə razılaşıblar. Tovuz təmsilçisi 2008-ci ildən etibarən Ağdam klubu ilə səfər oyunlarında xal qazana bilməyib. Tofiq Bəhrimov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 20:30-da start veriləcək. İkinci oyun gününə 3 oyun təyin olunub. Avrokuboklar üçün mübarizə aparan Sabah və Sumqayıt masazırda münasibətlərə aydınlıq gətirəcək. Son turda outsider Qəbələyə məğlub olan tələbələr Avrokubok ümidlərini saxlamaq üçün qələbə qazanmalıdır. Ümumiyyətlə, Bayquşlar tarixi ərzində bu rəqiblə bütün ev qarşılaşmalarında fərqlənməyi bacarıb. Kimyaçılarsa 3 səfər görüşüdür ki, məğlub olmur. Qarşılaşma Bank Respublika Arenada keçiriləcək. Neftçi səfərdə Səbailin qonağı olacaq. Ağqaralar ardıcıl 16 oyunda dənizçilərə qarşı fərqlənməyi bacarır. Bayıl təmsilçisi isə artıq 19 dueldir ki, rəqibini üstələyə bilmir. Komandaların ilk 3 dövrədə keçirilən maçlarının ikisində Neftçi qələbə qazanıb. Bir görüşdə isə bərabərlik qeydə alınıb. Qarşılaşma Asko Arenada təşkil olunacaq. Zirə isə Tovuzda Kəpəzin qonağı olacaq. Tərəflər arasında oynanılan son 3 görüşdən ikisində Qəsəbə təmsilçisi qələbəyə sevinib. Bir görüşdə isə qalib müəyyənləşməyib. Onu da qeyd edək ki, Rəşad Sadıqovun kollektivi son 11 oyunda məğlub olmayıb. Gəncə klubu isə evdə oynadığı son 2 maçda heç-heçiyə razılaşıb. Qarşılaşma Tovuz şəhər stadionunda təşkil ediləcək. Qeyd edək ki, hər 3 oyunun start fiti saat 17-də səsləndiriləcək və görüşlər CBC Sportda keçidlərlə futbol sevərlərə canlı təqdim olunacaq. Tura mayın 19-da keçiriləcək bir oyunla yekun vurulacaq. Liqanın sonuncu pillədə tamamlaması dəqiqləşən Qəbələ doğma meydanda Araz Naxçıvanla üz-üzə gələcək. Komandalar arasında Premyer Liqa çərçivəsində bu mövsüm oynanılan görüşlərdən hər birində Muxtar Respublika təmsilçisi fərqlənməyi bacarıb. Radarlarsa bu maçlarda qələbə qazana bilməyib. Bu duel həm də Elmar Baxşıyev üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Naxçıvan klubunun baş məşqçisi ilk dəfə keçmiş komandasına rəqib olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16-da start götürəcək. Hazırda turnir cədvəlinə 79 xalla Qarabağ başçılıq edir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi 54 xalla Sumqayıtdır. Gənclər şəhəri təmsilçisindən 1 xal az toplayan Neftçi 3-cüdürsə, aktivində 52 xal olan Zirə və Sabah müvafiq olaraq 4-5-ci pillələrdə qərarlaşıb. Turan Tovuz 45 xalla 6-cıdır. 42 xala Malik Səbail 7-ci sırada qərarlaşıb. Kəpəz və Araz Naxçıvan 35 xalla 8-9-cu yerləri bölüşür. 23 xal əldə edən Qəbələ isə sonuncu, 10-cudur.